İnsan yarandığı andan bəşəriyyətin ən böyük möcüzəsidir. Quranda Müminin surəsinin 13 və 14-cü ayələrində Allah insanın yaradılışını mərhələ-mərhələ izah edir. Burada istifadə olunan kəlmələrin sayı 23-dür. İlahi möcüzənin əsas tərəfi budur ki, insanın yaranması da 23 xromosomdan formalaşır. Daha heyrətamiz olan isə Müminin surəsinin Quranda 23-cü surə olmasıdır. İnsan yaradılışı, kəlmə sayı və surə sırası bu incə uyğunluq təsadüf ola bilərmi? Qurandakı hər söz bizi düşündürür və insanın yaradılışına işıq salır. Hər birimiz bir möcüzəyik. İlahi nizamın və hikmətin şahidiyik. Düşün, heyrətlən və təvəkkül et.